Değerli izleyiciler, hörmətli Azərbaycan xalqı, kiçik dəhnə əhalisi, dünya Azərbaycanlıları. Hər birinizi Nurlu Səhər TV YouTube kanallarından salamlayıram. Hər halda izləyirsiniz ki, biz kəndimizdə gedən mühüm işləri, xeyriyyə işləridir. Ondan sonra müxtəlif, istər müharibə dövründə, istər adi hallarda həmişə işıqlandırmışıq, çalışmışıq ki, ilk növbədə kəndimizi bir nümunə kimi Azərbaycana göstərək. Bugün də biz Ərzuman müəllimin bir neçə il başladığı gözəl bir təşəbbüsün nəticəsi olaraq yarattığı bir idman kompleksi deyəkmi, yoxsa bayraq meydanı deyəkmi, hər birisinin burada inşallah yaxın vaxtlarda biz tam mənzərəsini görəcəyik. Biz də çəkilişlərimizdə qısa bunları göstərəcəyik. Bir neçə il qabaq biz burada olmuşduq. Görürük, əməlli başlı yeniliklər var. İnşallah biz bu məsələ barədə sizi də xəbərdar edəcəyik. Ərzuman müəllim, biz sizin gördüyünüz işləri kanal rəhbərliyi olaraq, işçiləri olaraq alqışlayırıq. Yəni Azərbaycanda, kənd yerində, həm də bizim həmkarımız sayılırsınız. Yəni sizin özünüz də müxtəlif işlər, informasiya vasitələrində təmsilçiniz, rəhbərliyiniz var. Bu öz yerində. Amma görülən işləri qiymətləndirmək bizim hər birimizin borcudur. Rus demişkən, Temboli öz kəndçimiz ola, bu xeyriyyə işlərini görə biz daimi bunu alqışlayırıq və bütün ictimaiyyətə çatdırırıq. Çok sağ olun. Birinci hoş gelmişsiniz. Bir kendin oğlu kimi teşekkürümü bildiririm her birinize. Size işlerinize uğurlar. Gelmenize göre çok şadım. Bakalım. Yani inşallah. O giriş kapısı da Maşallah. Ağaçlar da emele gelir. Dedemem burada 500'e yakın ağaç ekildi. 300'e de yakın o Jiguli teker getirmişim köyüne. O Jiguli tekerin getiren məqsəd oldu ki, bak gördüğünüz o tekerin içinde kan çınarıdır bu. O kan çınarını tekerlerin ortasında. Tekerin ortasındadır ki o çalanda eləyəndə kesilmez. Zedelemez. Zedelenmez. Bunlar da ki köyüne tekerlerdi. Almışam. Her iki taraflı yani tekeri bu formada kesmişim. Ki içine mesela su değende su aksın. İçinde su kalmasın. Bu birinci iş. Bak 400'e 500'e yakın burada ağaç var. Özünüz de görürsünüz. Çok güzel. Bu da girişte biz girdiğimiz yerde bu da 30 metre hündürlüğünde turbadır. Bu turba bayrak meydanıdır. Onu 2013. yılda inşa ettirmişim. Yani 10 yıl bundan qabağa, 12 yıl bundan qabağa. Çok güzel. Bunun 30 metre hündürlüğü var. Şimdi bayrak yoktu. Bayrak da her 2 aydan bir, 3 aydan bir 2 tane Azerbaycan bayrağı alıram. Bir tane de Türk bayrağı. Azerbaycan bayrağı oraya asılır. Yani büyük. Durduya. Kalanı da burada Azerbaycan Türk bayrağı da bak. Girecekte. Girecekte. Alacakta. Evet. Erzuman Bey. Evet. Bura bastırılan turbalardır. Bu kubikten çekilen bu hasar formasında bunlar neden ötürüdür? Selam Hanım, birisini necədir? Bu sahə buradan aşağı olan spor stadionudur. Bu durbalar vurulub bura. Bak bu durbanın arası 4 metre. Ve burada gördüğünüz o kapıyla, bu kapıyla bu hasarın arası burada 6 metre, 7 metre yer varsa burada yerden derinliğinde 1 metre derinliğinde havuz olacak. Ondan taradı turbaları. Ve
ve 2 metrede boyca alada yine durba basırlar. Onun üstüne oturacak. Kim isteyecek mesela iki yoldaş gelirse buradan bu gelir. İki yoldaş buradan gelir. İki yoldaş kimde de isteyen de burada kime bilir. Bu bundan törek. Böyle. 9 tane el kapsıdır. Bir tane de bura büyük. Yani maşın girmeye kapı koyuyor. Bir gediş gelir rahat olur. Bu bundan törek. Değerli izleyiciler, vallahi baxırıq, çox adama qəribə gələ bilər. İndiki vaxtda, yəni bizim ölkədə açıq etiraf eləyək ki, son dövrlər o vaxtki futbol meydançalarıdır, idman meydançalarıdır. Çoxu ləğv olunub, kimlərəsə satılıb nə yaxşı, harasa verilib nə yaxşı. Amma bu günlərin Dəhnədə adi bir kənd adlanan bir kiçik Dəhnədə baxırıq, maşallah, geniş ərazisi olan futbol meydançası inşa edilib. Yəni bunun əziyyəti sözsüz ki, Ərzman bəyin üzərinə düşüb. Xahiş edirik, bu işdə, bu 13-cü ildən başlayıb deyil. Yəni bu illər ərzində Respublika rəhbərliyinə kimlər tərəfindən kömək olunub, olsun yaşadığımız Kiçik Dəhnə kəndində buna dəstək verənlər olubmu? Və perspektivdə nələr gözlənilir? Çok güzel fikirdi. Eldar müəllim fikirlərinizdən çox hoşuma geldi. Bu stadionun sahəsi 90'ın 64'üdür. Uzunluğu 90, bəli. eni 60. 64. Bu bizim yeni rayonda seçilmiş deputat Vüqar İskenderov'un büyük emeği olur burada. Bu mənə dedi ki 90'ın 64'ü öyle. Çünkü Vüqar müəllim bu həyətdə olub. Vüqar İskenderov. İdmançıdır özü də. Bəli, idmançıdır. Hemen bu gördüğünüz stadiona o mənə top da verdi. Sertifika da verdi. Yani o futbol kapısının sertifikalarını. Bayrak verdi. Yani Vüqar İskenderov'un burada böyük emeği olur. Sonra ben bu işlerden ötürü bizim vice-prezident Mehriban xanıma müraciət elədim. Sonra hemen müraciətimdən sonra idman turizmindən, Respublika idman turizmindən nümayəndələr gəldi. O nümayəndələr yenə Vüqar İskenderov'la gəldilər. Gəldi burada mənə 10 ton simint, 2000 kubik. Gördüğünüz indi biraz aralıyıq. Gördüğünüz o tikirlərin üstündeki olan, o gördüğünüz o tikirlərin üstünde olan 12 metre verdi. 10 metre verdi, 4 metrede verdi. Hemen bu tikirlərin üstündeki olan 150'ye kadar olan şifri idman turizmindən, yani Mehriban xanımın xəttiyle onlar verdiler. Sonra qabırğa verdiler. Yani pul verdiler. Yani qabırğa, mabırğamızı. Sonra ben Vüqar İskenderov'u özüm bura dəvət elədim ki, Vüqar müəllim gəlin, bir dənə maraqlanın, görün ki, mən nə işlər görmüşəm ve gördüğüm işlerle alakadar. Sizin haberiniz olsun ki, değil mi müəllim? Evet. Haberiniz olsun ki, siz verdiğiniz pulu ben hara işletmeyimden məlumatınız olsun. Bak gördüğünüz bu fikirler, biri 12 metredir, biri 10 metredir, biri de 4 metre. Bu bunlar verir. Düz istəyirəm, Ərzman bəy. Çox gözəl, Vüqar İskenderov'un mən özüm də heç deputat olmamışdan önce bir məşhur idmancı kimi tanıyıram, qara kəmər ustasıdır. Çox gözəl, əvvəllər münasibətlərimiz də var idi, bu öz yerində. Mən bilmək istəyirdim ki, bu müddət ərzində, böyük bir müddətdir, 12-13 müddəti Şəki, icra hakimiyyətindən, rəhbərlikdən hansısa sizə bir dəstək, dayaq olubmu? Mənəvi, maddi, hansısa bir formada köməklər olunubmu? Mən onu deyə bilərəm ki, bir neçə dəfələr Şəki icra hakimiyyətinə məktub yazdım.
Məktubun əsasən cavabı oldu ki, bizdə maddi yardım olmadı, maddi imkan olmadığı üçün sizə heç bir köməklik edə bilmədik. Edə bilmirik. Sonra mən Qənirə xanıma, rəhmətli Qənirə Paşayevə yoldaşımın adından müraciət elədim. Müraciət gəldi Zərinə xanıma, rəhmətli Zərinə xanım. Zərinə xanım da cavab verdi ki, budur, yenə biz kömək edə bilmirik. Sonra Qənirə xanım, Allah ona qəni rəhmət versin. Qənirə xanım gördüyünüz bu ətrafdakı olan durbaları Qənirə xanım verir. Bak gördüyünüz bu durbalar da, yəni bastırılan durbalar. Təşkil edib də. Bəli, təşkil edib, onun Qənirə Paşayevi. Allah ona qəni rəhmət versin. Aydın məsələdir. Mən də mərhumə Qənirə xanımın ruhuna dualar edirəm. Allah Gözəl insan idi, ziyalı adam idi, başa düşən idi, imkan daxilində insanları dinləmək. Ola bilər ki, hansısa problemi həll etmək mümkün olmasın. Ən azından bir təsəlli tapırdın ki, Qənirə xanım hansısa bir formada bunu doğru dinləyəndə yola verirdi. Yəni Qənirə Paşayevi. Baxın, bax, orada mini futbol meydançası da var. Bunun aşağısında gördüğünüz mini futbol meydançası da var. Azərbaycan da idman ölkəsi kimi dünyaya səs salır. Bu yaxınlarda o günlərin kəndimizdən öz körpə 13 yaşlı balamız Serbiyada dünya üçüncüsü oldu. Finalda Braziliyalı güləşçini gözünü açmağa qoymadı. Doğru dinləndisi. Mən də istəyirəm ki, təkcə Ərzuman müəllim yox, biz yox, bütün kənddə yaşayan o insanlar, ziyalılar, hərə öz sahəsində bacardığı qədər rayon icra hakimiyyətindən, rəhbərlikdən də xahiş edirəm ki, yəni yeri gələndə başa düşüləndir ki, ola bilsin maliyyə fondu ayrılmayıb hansısa bir idman işlərindən ötər. Yəni onların əlaqələri hansısa bir idman nazirliyindən harı ilənsə bir əlaqəli şəkildə məncə bu işi sona çatdıra bilirlər. Valla bu hər birisinin adına şərəfdir. İstər bizim deputatların, istər o kəndimizin adamlarının. Eldar müəllim, çox sağ olun. Bax, bura 90-64-də futbol stadionudur. Ora voleybol gördüğünüz yer, voleybol. Ora mini futbol meydançasıdır. Ondan aşağı basketbol. Yani bu respublikada analog olmayan bir misyonu başa çatdırır. Çatdırmaq istəyirəm, amma çatdıramıram. Burada elə bir xərci də var. Yani xaç koyuram da. Ben indi gördüğünüz bu aralarda olduğum dediğim ki bu 9 tane kapı düzəltmişəm. Bir tane baba bir tane bu 9 tane kapı düzəltmişəm bu formada. Yani bu girişten tərəf. Girişten tərəf. Kimsə məsələn burada oturup buradan gəlirsə belə fırlanmalıdır. Yəni girişten. Bu respublikada analog olmayan bir misyon başa çatır. Hələ bizim icra başçı Elxan Usubov hələ bugünkü günə qədər maraqlanmayıb ki, Dəhnədə belə bir idman varmı? İdman kompleksi varmı? Cavanşir Fevziyevə, deputat, indi deputat seçilir bizim zonada. Cavanşir Fevziyevə bu yaxınlarda bir dənə müraciət edirəm ki, sizdən xahiş edirəm, mənə bir balaca köməklik, kubikdə mənə pul vermək, kubik. Ləvazimat. Ləvazimat, kubik verin, bu lazım olan yerləri bir balaca hasara alın. Bu da məni yönəltdi Frankasın üstünə, Peşmankasın üstünə. Gördüm ki, mənə hələ 6 dənə, 7 dənə rəsmi məktub göndərmişəm Milli Məclisə bunun adına. Heç birinə cavab verilməyib. Siz onu bilin. Yəni budur, var kəndin işi. Əzman bəy, ümumiyyətlə, yəni mən yenə bura kimlərisə biz tənqid eləmək üçün yığışmamışıq. Ümumiyyətlə biz yada salırıq. Bir daha hansısa bir tədbirdə ən azından rəhbərliyin gəlib buruyla tanış olma həvəsi olanda, onların deməyindən ki, yəni sağ olun ay kəndçilər, bu yaxşı işi görsün, kənddə olan belə xeyirxah insanları həvəsləndirir. Buna görə də bunların özünün münasibəti əsas şərtdir. Buna görə də mən onu küçük edirəm ki, yəni bizim... Elə mənim də sözümü ünküs eləməyim odur ki... Burada heç kimi biz fəaliyyətinə kölgə salmaq üçün yığılmamışıq. Məqsədimiz odur ki, bu dediniz bu analog olmayan bu kənddə bir hadisədir. Adi bir vətəndaşın bir nəfərin üstünə düşürən bu ağaçları əkmək, bu meydançanı salmaq, belə yarımçıq saxlamaq da biraz məntiqə uyğun gəlmir. Çünki çalışıb bu işi axıra çatdıranda
hər birisinin adıdır. Bu işdə az-azıq kömək edən, hər halda kəndin uşaqlarından da az-çox kömək edən olur. Yəni bunların da əməyidir hamısının. Əməyi deyəndə, məsələn bu durbanı, gördüyünüz bu durbanı Müslüm verir. Sağ olsun. Şəki rayonunun Şəki kəndinin bələdiyyəsi Müslüm verir. 30 metr indirildi bayraqdır. Bax bunu bu verir. Bunu, bu qapını başqa bir adam verib, yəni düzəlməsini, yəni giriş qapısını. Yəni belə şeyləri, bax məsələn bunu, bu stadion qapısını Mazan var, böyük əynəli Mazan. Mazan düzəltdirdi bu qapılar, həqiqəti deyəcəm. Mazan dedi ki, mən düzəltdirirəm. Həmin yeri də bu gördüyünüz yeri Mazan düzəltdirir. Yəni burada kəndin böyük əynəli bir kənd sakinidir. Mazanı tanımış olanlar da hamını tanıyırsınız. Yəni bu Mazan əlində. Yəni bu qapıların düzəlməsi, yerinin düzəlməsi, bunu Mazan düzəltdir. Qardaş, üzr istəyirəm. Yenə hər kəsə səslənirəm, lap bizim bu kəndin gənclərinə də yığılıb futbol komandası ilə gəlib burada bir dəfə, iki dəfə oyun da oynaya bilərlər. Oynasınlar da bizi bunu nədən eləməmiş? Əsas məsələ işi başlayıncadır. Bizdə müsəlman aləmində bir vərdiş var axı. Nəsə bir şeyi başlayınca, ondan sonra başlayırlar, əvəz göstərirlər. Yəni hər kəsə açıqdır da, hamımızındır qardaş bu. Mən belə başa düşürəm, bütün kənd üçündür. Buna görə də kənd burada öz dəstəyi. Yəni bu gözlemçiləri həqiqəti kimi elədim. Məsələn, bu daşları, qara daşları Çingiz verir, aeroport Çingiz. Bax bu bayrağın kurusudur. Qapıdan girirsən, bayrağın gəlirsən belə cizimə, bu da kurukunu ver, get maşınını saxla orada. Kuruk, dəyirmi kuruk. Bu necə də Ezer mənim. Yəni bayrağın kurukudur. Bu qara daşları da dediğim kimi Çingiz verir, qara daşları. Aeroport Çingiz. Hələ bir neçə dəfələ 2-3 dəfədə bayraq alıb verir. Hər dəfə 3 dənə bayraq alıb. 3 dənə. 2 dənə Azərbaycan bayrağı, bir dənə Türk bayrağı. Çingiz. Gəlin evdən mənim bir dənə də. Bax gördüğünüz bu kuldukları da Mehriban Hanım'a, İsteseyeceğim Mehriban Hanım'a müracaat edildikten sonra hani bu taşlar çekilir. Hem de bu kulduklar çekilir. Yani kulduklar da hani oyca da çekilir, yani o bir tarafa da. Bak bu ağaçları da bir, bakın görün neçə illərdir bu ağaçları qulluğuyla ki yaşıllık olsun. Bəli. Bunu da 2 ildir əkdiyin Xan çınarıdır. Gördüğünüz böyüyür. Özümü demək olar mən hər gün bura gəl nəfəs alıram. Hər gün səhər gəlib bura dəyməmiş mən. Çox yaxşı. Ərzman bəy, bax ən əfsusda bu il yaşıllıq ili elan olunub Azərbaycanda. Yəni biz almışdırıq bizim uşaqların ağac əkiblər, işıq çəkiblər kəndimizin girəcəyinə, yəni mənzərəsini gözəlləşdirirlər, həm də yaşıllıq istənilən hər bir yer üçün vacib bir şeydir. Yəni Eldar müəllim, çox məsəl üçün mənim evimdən bura 1200 metrdir. 1200 metrə işıq da çəkdirmişəm. Evimdən bura 1200 metr. Bura işıq çəkdirmişəm. 4500 manat xərc qoymuşam işığın çəkilməsinə. Durbaların azadına da, yəni 4500 manat xərc qoymuşam. Xərcdən getmir, amma nəfəs alıram. Buranla nəfəs alıram. Bir dənə də gəlin, bir dənə də gəlin bura baxın. Eldar müəllim, bura 20 sot yerdir. Bura su ambarıdır. Bir dənə su ambarına baxaq. Gördüğünüz bu yer, mikro yerdir. Bura 5000 ton mu? 10.000 ton su tutur. Buranın dərinliyi çox dərindir. 2 metrdən də çoxdur hələ ətrafı. 4 tərəfi də hasar çəkilir. Burada bir görürsünüz ki, hasar çəkilir. Çəkilmə üzrədir. Buradan lazım olanda 9 dənə zadivişka açılır. Gəlin Eldar müəllim bir dənə.
Şu ambarı elə belə dön ki, baxın, açıram. Şu ambarı budur. Öyle. Burada istədiyin qədər su var. Yəni 9 dənə dələ su kranı var. Bir dənə də yüzlük var. Bu gördüğünüz su ambarında bir dənə 1 gram ya 100 litr su qalmır. Demək o tam sorulur. Yəni bu üçüncü də orada. Yəni 9 dənə bırakıram, bura sulanır. Bax gördüğünüz bu. Bir daha qeyd edirəm Ərzuman bəy ki, adi bir özü də indiki vaxtda ömür boyu su sarıdan qıtlıq çəkən Dəhinə kəndində hansısa bir balaca toşka qoymaq üçün nə boyda insanlar yığılır, neçə dənə onlarla, yüzlərlə insan yığılıb bir kiçik bir suyu təşkil etmək üçün nə boyda əzab. Bunu eləyə bilmirsənsə böyük bir fədakarlıqdır. Yəni alqışlayıram. Bizim istədiyimiz nədir? Bu uğurlu misyon çox böyük qəşəng sonluqla yekunlaşsın. Həqiqətən də həyatda qazandığımız nədir? Yaxşı gözəl işlər. Bu gözəl işlər özümüzdən sonra da yaşasın. Mən bunu deyərdim. Mən də onu söyleyeyim ki, bu ambarın düzəlməsində o vaxtı bir 30 il bundan qabağa düzələn ambardır. 30 il. Su İdarəsinin müdürü Hacı Fərayimdir. Bəli, bəli. Ona Allah Teala yaşadıkça ömür versin. Çox gözəl iş. O qədər gözəl insandır ki, o mənə bu yeri hovuzun düzəlməsində rayon icra başçısından köməyinə bu ambarı düzəltdim. Mən hətta bu yerdə kartof əkdim, pomidor əkdim, bunu hamınız bilirsiniz. Ha? Bəli. Burada 30 tona yaxın kartofum oldu. Kələm, pomidor, nə. Çox sağ olsun. Ondan qalan yadigardır. Sonradan fikrini dəyişib meydança düzəltdim. Sonradan hamı üçün meydança düzəltdim. Stadion. Mənim fikirlərim bu. Hər birinizə rayonda olan öz kəndçilərimin, hər birinizə can sağlığı arzulayıram. Mənə kömək edən də eləməyəm. Yəni deməyəm o ki, mən özümə kərələmirəm, cavanlar üçün. Bizim 100 kəndimiz var, böyük dənədir, Şumadır, Sərəqoyunu, 20 min ahali yaşayır. 20 min. 20 minin gündə bir 100 dənə adam istirahət elərdir, uşaqlardan, cavanlardan, məktəb uşaqlarından. Bunun qəşəng qırağınızdan düzəlsə, uşaqlar çimərmi? Aydın məsələ. Mən nə deyirəm? Mən deyirəm, adi bir 5 dənə, 3 dənə ağacı həyatda əkib ortaya çıxartmaq olmur. Yüzlərlə maşallah, hamısı da həyatın, ağaçlar, gözəllik, yaşıllıq, sağlamlıq. Bunun hamısını eləmək olursa, bir nəfər eləyə bilirsə, deməli bunu çox adam olanda daha gözəl, daha belə tez əmələ gəlir və kənddə mən özüm də 62 yaşım var, 62 keçmişəm. Yəni idmanla çox sevən, futbolu, idmanı sevən adam olmuşam. Elə idman sağlamlıqdır. Bizim gənclər də bu sağlamlıq yerində gəlsinlər, baxsınlar, oynasınlar, göstərsinlər ki, bəli, Azərbaycanda bir kənd var, bu kənddə az qala o Respublika çempionatları keçirən stadiondan da gözəl, böyük, geniş, normal şərait olan bir stadion var. Mən özüm başqa kəndlərə gedəndə bir jurnalist kimi. Şimdi Facebook'ta paylanır da benim bu bayraq meydanımlarında. Hər halda görmüş olarsınız. Deyirlər Arzuman mənim. Bu stadion axırım nətər oldu? Sizin kənd çox gözəl kənddir. Sizə niyə kömək edən yoxdur? Dedim valla mən heç kimə müraciət eləməmişəm. Yəni cavanlara. Heç kimə. Deməmişəm ki, get mənə 5 manat ver, bu söhbət məndə ola bilməz. Ya da demərəm. Mənə də bayaq dediyim kimi, bu vaxt Müslüm mənim, bizim öz gezləmiz, yəni aeroport kimi daş-maş verdi, yəni bunları kömək edib. Məsələn bayrağı Ayaz alıb, bizim icra nümayəndə, Ayaz alıb verir. Sonra bizim o Stalova'da işləyən nədir bu? Nə olur? Şahin.
Şahin bir dənə Azərbaycan bayrağı alıb verir. Yəni belə uşaqlar alıb verir. Mən onlara dinəm ki, demişəm, bayrağım yox. Get bir dənə bayraq al. Lap yaxşı. Hər birisine təşəkkür edirik ki, onlar bir cana qalmırlar. Yəni bu bütün kənd hamısı dəyər verir. Kəndin suyu bir izdə haralardan gəlib kəndə çıxır. Yəni kəndlə buranın arasındakı məsafə də 5-6 kilometr. Hədsiz çoxdur da. Yəni bu su bura nəcür gəlib çıxır? Həmən suyun gətirilməsi üçün mən çox böyük əziyyət çəkirəm. Bu suyun gətirilməsi üçün 5 günlərlə yolda izlə, gecələr, günüzdə 5 gün yatmıram da, gətirib o. Amma bu dəfə kəndin bələdiyyə sədri gördü ki, mən suyu gətirəmirəm, Zadivişkanı açdı. Bir dəfə ona da öz təşəkkürümü bildirirəm, sudan gəlirəm. Bir şey soruşum sizdən. Məncə bu kəndin aşağı hissədir. Bu tərəflərdə artizan quyusu elə də çox vəsait tələb eləməz məncə. Mən bir-iki dəfə su idarəsinə müraciət elədim. Onlar da dedi ki, kənddə artizan ayrılıb. Həm də bilirsən necədir, həm bura vurursa, həm burada 1000 hektarlarla sahələrin suvarılmasında istifadə edə bilər. Mənə 5 ton, 10 ton, 15 ton, sonra mənə nəyəmə lazım? Məndən əlavə, artizan vurursa, başqa adamlar da istifadə edir. Kənd əhalisi, əkin sahələri. Hə, əkin sahələri. Bax, bu oradakılar əkin sahəsidir, yanımda istifadə edə bilmir. Taxılları olmur, yəni su olmayan yerdə nə olasın? Evet, çok sağ olun Erzuman müəllim. Biz öz missiyamızı yerine getirdik. Hər halda baxsınlar, dinləsinlər, götür qoy eləsinlər. Biz öz, yenə deyirəm, təkrar edirəm ki, öz vətəndaşlıq, həm də bu kənd oğlu kimi öz sözlərimizi dedik, münasibətlərimizi bildirdik. Hər halda istər bizim Respublika rəhbərliyində təmsil olunanlar, istər rayon rəhbərliyində, istər kəndimizdə baxsınlar, bu işlə bağlı öz münasibətlərini hər halda əsirgəməzlər. Mən belə düşünürəm. Əlbəttə əsirgəməzlər. İstəyən də sağ olsun, yəni bizə kömək eləyən də, eləməyən də. Hər birinə can sağlığı versin. Mən hələlik 3 ilə, 4 ilə bunun bitəri başa çatırım. Amin, uğurlar. Sağ ol, çox sağ ol. İnşallah buranın möhtəşəm bir, hər tərəfli, tam yekunlaşandan sonra açılışını da qeyd edib, ilk dəfə dəhnə futbolçuları burada öz oyununu keçirir. Durman Ağaranı. İnşallah, o günlər qismət ol. Çox. Biz bir daha tanış olduq. Mənzərəsi ilə hansı işlər görülüb, hansı işlər görülməlidir. Ümumiyyətlə bu iş barədə hər birinizə çatdırdıq, dəyərli izləyicilər. Həqiqətən də qürur vericidir ki, yəni kəndimizdə belə bir missiya başlanılıb. İnşallah bu missiya çox müsbət sonluqla yekunlaşar. Siz də, biz də fəxr eləyərik və burada təkcə kəndin övladlarının futbol yarışları yox. İnşallah Allah Taala elə bir günü qismət eləsin ki, Dəhnə xalqına bizim bu əmələ gələcək futbol meydançamızda dünya arenalı futbol oyunları keçirilsin. Ya voleybol, mini futbol oyunları keçirilsin və Dəhnəmiz bir daha bütün dünyanı şoka salsın. İnşallah. Çox sağ olun, var olun. Hər birinizə də uğurlar arzulayıram. Bütün Dəhnə cəmaatına can sağlığı. Sağ olun. Mən onların hər birindən fəxr edirəm. Çox sağ olun gəldiyinizə görə. Çox sağ olun. Başında ceyran yol eyler,
Big kurban Oz. eyler bahçada güller okur bülbüller bile değiller gene yaz gelir. Yar söhbetinde olan ister sazını ay ben çekerem her dem senin nazını ay şemsi kemer kimi göster yüzünü bahçada güller okur bülbüller bile değiller gene yaz gelir. Yar fikri hayalındır, gönlüm zineti, ay şirin sözlerindir. Ağzım lezzeti, ay sen benim ömrüm, günümü vehdeti. Bahçada güller okur bülbüller bile değiller, yine yar gelir. Bahçada güller okur bülbüller bile değiller, yine yaz gelir. Dağ başında ceyran yol eyler, ay yüreğim başında peykan yol eyler, ay seven sevgisine can Big kurban Oz. eyler. Bahçada güller okur bülbüller bile değiller gene yaz gelir. Mən özüm o ağaçları neçə illərdir, bir 10 ildir gecəlirəm. Bir öz evladım kimi, özümün göz bəbəyim kimi bunların hər birini hər daimi gözləyirəm. Onların inkişaf edəndə bəzilər ki, buradan bir dənə bax bu tutu yemək özü bir fərəhdir ki, yəni bunu əziyyət çəkmişəm. Yar fikri hayalındır, gönlüm zineti, ay şirin sözlerindir. Ağzım lezzeti, ay sen benim ömrüm, günümü vehdeti. Bahçada güller okur bülbüller bile değiller, yine yar gelir. Bahçada